Görmüşdüm belə Sevda şir ürəyi. Mən deməli videolara baxandan sonra deyirəm ki, bu mən. Bura Taylanddır. Tayland. Phuket. Yəni bunu ancaq şir ürəyi yeyən insan. Əsildir, əsildir. Əsil şir. Əsil şirdir. Sadəcə olaraq bir iynə vururlar ki, Pələng. Pələngdir bu. Əhliləşdirilmiş də. Həm əhliləşdirilmişdir, Yatıb o deyəsən. həm də ki, yəni key kimidirlər də. Yatmayıblar, yox. Bəli, bu doğrucu pələngdir. Deməli, bunun Sevda maraqlı... onun qəfəsinə girir. Hə, tarixçəsi var, danışım sizə. Biz ora gedəndə, birinci Bangkoka getdik, bu Taylanddır, Phuketdir. Bangkoka getdik, mən deməli, Zakirin başını xarab elədim ki, məni burada şirlər var, ora apar, pələnglər var, ora apar. Deyir, Seva, Bangkokda mən sənə şir hardan tapım? Burada yoxdur şir, Phuketdədir. İndi gəlib çatmışıq. Mən də həyatımda birinci dəfədir canlı pələnglə belə yaxın təmasdayam da. Hə. İndi gəldik, çatdıq ora, ödəniş elədi. Yəni biletlər də çox hayda, yəni ucuz deyildi. İndi mən dedim ki, ay Allah, mənə qəfəsinin ağzını açdılar. Zakir dedi ki, keç. İndi qorxumdan da deyə bilmirəm ki, bilet alıb. Hə, indi bunun da başını mən xarab eləmişəm ki, mənə pələng, şir apar onları görüm. Dedim, ay Allah, məni parçalasa da girməliyəm də. İndi hə, girdim, qorxa-qorxa. Onun əvvəlini qoymamışam. Əvvəlində rəngim ağarıb, tər basıb məni, qorxa-qorxa. Amma sonra gördüm ki, onlar belə şeydir. Yəni, heç nə eləməzlər. Təhlükəsizdir. Tamaşa edir, sənə əjdaha lazımdır. Sənə əjdaha lazımdır. Tamaşaçı zəngi var studiyamıza. Alo, sabahınız xeyirli, gününüz uğurlu olsun. Sağ olun. Hər vaxtınız xeyir olsun. Sağ olun, sizlə bir yerdə. Çox təşəkkür edirik. Buyurun, qonaqlarımız Sevda Yahyayeva və